İlham Əliyevin Misirdə keçirilən sülh sammitinə dəvət olunması Azərbaycanın artan nüfuzunun göstəricisidir. Məlum olduğu kimi bu tədbirə heç də çoxlu sayda lider dəvət olunmuyor. Azərbaycan dəvət olunması isə onu göstərir ki, bugün Azərbaycana getdikcə etimad daha da artır, dövlətimizin mövqeyi daha da güclənir. Və bugün Azərbaycanın xarici siyasətində yaxın şərq məsələsi əsas yerlərdən birini tutur və Azərbaycan bugün yaxın şərqdə fəal bir siyasət həyata keçirir. Ümumiyyətlə biz son illər həm yaxın şərqdə, həm də Afrikada Azərbaycanın fəal bir siyasət həyata keçirdiyini görürük. Və bu proses onu göstərir ki, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın ardıcıl, məqsədyönlü bir siyasəti var. Və deyə bilərik ki, bugün yaxın şərq yeni bir mərhələdədir və Azərbaycan bu mərhələnin əsas aparıcı oyunçularından biridir və bugün getdikcə qeyd etdiyimiz kimi Azərbaycanın mövqeyi Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində daha da güclənir və daha da möhkəmlənir. Bu isə ölkəmizin ümumilikdə beynəlxalq nüfuzunun artmasına, güclənməsinə öz müsbət töhfəsini bir mənalı olaraq verəcək. Bugün Azərbaycan Fələstin məsələsində öz ardıcıl mövqeyini qoruyur. Bugün Azərbaycan İsrail-Türkiyə danışıqlarında, bugün Azərbaycan İsrail-Türkiyə danışıqlarında fəal şəkildə iştirak edir və mövqeyini fəal şəkildə ortaya qoyur. Bu isə bir daha qeyd edirik, Cənab Prezidentin ardıcıl və məqsədyönlü siyasətinin əsas uğurlu göstəricilərindən biri kimi qiymətləndirilir.